Deyirəm, mənə sual verdilər, bu tormozun sərt tutmağı ilə bağlı. Demək, bax, bunu çəkirik bura, onu necə yumşaldırlar. Daxil olduq ikinciyə. Demək, ikinciyə daxil olanda, bax, bu öndə olan 3-cü rejim və 4-cü rejimdə qoyanda siz gedəndə, bəziləri deyir ki, toku gec bərpa eləyir. Bax, bu 3 ilə 4-cü rejimdə indi bağlıdır, məndə 2-ci rejimdədir. Bunlar aktiv olur. Zəif tok yığmaq, orta tok yığmaq, yüksək tok yığmaq. Hansını istəsəz 3 ilə 4 sürən vaxtı qoşub geri bərpa tokunu çoxalda bilərsiniz. Demək, bu ikinci rula aiddir. Yumşaq, orta, komfort. Sərt, lap sərt. Rolun döndərmək məsələsi. Bundan aşağıdakı tormoza aiddir. Bu komfortdur. Lap zəif tormoza qoya bilərsiniz. Özünüz də tənzimləyə bilərsiniz. Komfortdur, sərt tormozdur, lap sərt tormozdur. Bir də ki, ondan əlavə olaraq, bax, buradan aşağı yenəndə bu komfort tormozlamadır. Bunu qoşulu qoyun. Bu həmişə, bax, bu üçünü də qoşulu qoyun. Bu, ikinci rejimdə, belə deyək də, toku, motoru ən ekonom rejimdə işlətməkdən ötürüdür. Bunu da qoşulu qoyun, bunu da qoşulu qoyun, bunu da qoşulu qoyun. Bu üçünü də qoşulu qoyun. Bu qədər.